Əvvəlcə başlamaq istəyərdim ki, bu hadisələrin əsas triggeri, əsas səbəbi, yandırıcı elementi nə idi? Dekabrda, 2024-cü ilin dekabrında Azal aviaşirkətinin Qroznaya uçan Embraer 190 sərnişin təyyarəsi idi və bu təyyarənin də Rusiya səmasında vurulması danılmaz məsələ idi. Lakin Rusiya bunu danırdı ən müxtəlif yollarla. Daha sonra isə bildirdi ki, bəs təyyarəyə günahkar pilotlardır, yol verildi. Yəni bir daha məsələlərə qayıtmaq istəməzdim. Bu aspekt yetərincə mediada geniş müzakirə olunur və internetdə də bu barədə bəsləyinci materiallar var. Maraqlanan oxuya bilər. Məsələ nədən ibarətdir? Niyə Rusiya bunu dedi? Rusiya dedikdə biz identikləşdiririk təbii ki, Vladimir Putinlə Rusiyanı. Rusiya prezidenti düşənbədə MDB dövlət başları sammitində niyə birinci söhbətə bundan başladı? Hər hansı bir epilog olmadan, hər hansı bir prolog olmadan dərhal təyyarə mövzusuna keçdi və bu Azərbaycanın gücünü nümayiş edirmi? Bu Rusiyanın zəifliyini nümayiş edirmi? Və bundan sonra nə olacaq? Suallar çoxdur, amma əslində bütün sualların bir cavabı var. Birincisi, Rusiya ilə münasibətlərimiz heç zaman əvvəlki kimi olmayacaq. Bunu kimsə düşünürsə yanılır. Rusiya ilə münasibətlərimiz pragmatik əsaslarla olmayacaq. Bəzi siyasətçilər, bəzi analitiklər həm Rusiyada, həm Azərbaycanda bunu pragmatik siyasət adlandırır. Xeyr, pragmatik siyasət Azərbaycan diplomatiyasına ümumiyyətlə zid bir strategiyadır. Siyasətdə pragmatizm nə deməkdir? Məsələn, biz görürük ki, bir dövlət başqa dövlətin ərazisini işğal edib, amma bu dövlətdən ucuz qiymətə nəsə alırıq, pragmatik siyasət yürüdərək ucuz qiymətə nəsə aldığımıza görə onun işğalçılıq siyasətinə göz yumuruq. Bu pragmatik siyasətdir. Rasional siyasət isə, hansı ki, Azərbaycan bu siyasəti yürütməkdədir və bizim diplomatiyamızın əsasını təşkil edir. Odur ki, biz dövlətlərarası münasibətlərdə rasionallığa üstünlük veririk. Yəni, hər hansı bir dövlətin və ya beynəlxalq təşkilatın etdiyi əməlləri beynəlxalq hüquq çərçivəsində dəyərləndiririk və bundan sonra o dövlətlə və ya təşkilatla əlaqələr qurmağa çalışırıq. İndi əlaqələri necə quracağıq? Onlar nə təklif irəli sürəcəklər və s. Bu subyektiv amillərdir. Rusiya prezidenti Vladimir Putinin belə deməsi qaçılmaz bir məsələdir. Onun başqa yolu yoxdur. Bu Azərbaycanın qüdrəti, biz Putinin dizini yerə gətirdik, ay Putin belə oldu və s. bilirsiniz, bu şeypur və kəranay səsləri ilə, təbil səsləri müşahidə olunacaq ifadələr mənlik deyil. Rusiya çox düşündürücü bir addım atdı və bundan sonra da düşünürəm ki, ekspertlər hələ üçün xeyli bir məhsul var bu məsələdə. Niyə Putin belə elədi? Putin başa düşür ki, Azərbaycanla münasibətlərin bundan sonra da gərgin idarə olunan böhran vəziyyətində saxlanması Rusiya üçün çoxsaylı problemlər yaradacaq. Artıq yaratmağa başlayıb. Putin başa düşür ki, Azərbaycanın tələblərini bir qismini yox, əksəriyyətini yerinə yetirməsə, Rusiyanın postsovet məkanı ilə yanaşı Mərkəzi Asiyada və Cənubi Qafqazda mövqeləri daha da zəifləyəcək. Yəni Putin bunu bizə görə yox, özünə görə idi. Bunu anlamalıyıq. Rusiyanın Azərbaycan münasibətlərində olan element bazasına biz baxdıq. İtirən daha çox Rusiya oldu, nəinki biz. Rusiya ilə Azərbaycan arasında ticari dövriyyə ötən ilki müqayisədə 24% artıb. Meyvə tərəvəz və pomidor ixrac və ixalı 31% artıb. Və Azərbaycanın Rusiyadan aldığı mal məhsullarının çeşid və miqyası artıb, Rusiyada Azərbaycanın ixalı artırıb. Yəni, bu böhrana rəğmən ticari iqtisadi əlaqələr sürətlə inkişaf edirdi və etməkdədir. Bunu hər iki dövlət başçısı vurğuladılar. Bəs onda məsələ nə idi? Niyə Putin belə etdi? Birincisi, ortada Olya, Rəşd, Bakı, Rəşd, Əncəli marşrutu var. İkincisi, Rəşd, Əncəli, Astara marşrutu. Rusiya gözəl başa düşür ki, təbii qaz və xam neft bazarını, Avropa bazarını itirməkdədir. 2030-cu ildə isə əhəmiyyətli dərəcədə itirəcək. Çünki Amerika Birləşmiş Ştatları dəfələrlə dediyim kimi Ukrayna müharibəsindən faydalanaraq Avropa qaz bazarını nəzarəti ələ almaqdadır, faktiki olaraq ələ alıb. Sonuncu bastion
Macaristan və Slovakiya idi ki, onların da qarşısında ultimatum qoyuldu. Macaristan baş naziri axırı Viktor Orban geri çəkildi və bəyan etdi ki, Macaristan Rusiya qazından imtina prosedurlarına artıq başlayır. Bu çox ciddi bir zərbədir Rusiyaya.